Belə bir sual, həkim hansı hallarda qadının matkası əməliyyatla götürülür, yəni uşaqlıq əməliyyatla götürülür? Sual verən izləyicinin problemini bilmirəm ki, onu nə narahat edir və nə üçün bu sualı verir, amma ümumiyyətlə uşaqlığın götürülməsi üçün göstəricilər kifayət qədər çoxdur. Bunlar bu gün daha sıx rast gəlinən göstəricilər, müəyyən yaşlı qadınlarda, məsələn 40 yaş üstü qadınlarda uşaqlığın çoxdüyünlü və yaxud da giqant miyomları, qanaxma verən, müalicəyə tabe olmayan miyomlar və yaxud da müalicəyə tabe olmayan endometrial qalınlaşmalar, hiperplaziyalar, təkrari əmələ gələn poliplər və yaxud da hər hansı bir bədxassəli kanserogen prosesə şübhə və yaxud da onun olması direkt, yəni uşaqlıqda daha sıx bunlara rast gəlirik. Və bundan başqa həmçinin yenə də yaşı 50-55 üstü qadınlarda, artıq uşaq planlamayan qadınlarda uşaqlıq sallanmaları, yəni kəskin dərəcədə 3-cü, 4-cü dərəcə uşaqlıq sallanmaları olanda da biz onlara yəni sallanmanı bərpa etmək əvəzinə elə bir dəfəlik uşaqlığın çıxarılmasını tövsiyə edə bilərik. Yenə də digər faktorlar da var, amma bu gün daha sıx bunlara rast gəlirik.